Ev alovlandı, yandı, heç bir şey əldə eləyə bilmədik. Bu evdə 3 dənə ailə yaşayır. Uşaq nəvəm gücürdü ki, aynen, ay mama, babam yanır. Bu yaxında narlarını satmışlar, 10.000 manatlıq. Həyətyanı sahəsinin məhsulu idi, o da yanıb. Kürdəmirdə güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ağamaliyev Rıza Qardaşxan oğluna məxsus 2 mərtəbəli ümumi sahəsi 130 kvadrat metr olan 8 otaqdan ibarət ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın söndürülüb. Ev sahibinin sözlərinə görə yanğın zamanı ona ümumilikdə 100.000 manata yaxın maddi ziyan dəyib. 7 baş yəni külfət var, ailə üzvləri var. Mən 7 başlanan külfətlə kimin öyünə xəstələrinə yığıram, psixi xəstədir. İkinci əqlub əlilidir. Mən o kimin öyünə hara yığışa biləm, qonaq bir gün olar, 2 gün olar, 7 baş külfətəm. Səhər saat 10 radələrində 11-ə işləmiş. Deməli, ani momentdə evdə, yəni qısa qapanma nəticəsində ev alovlandı, yandı, heç bir şey əldə eləyə bilmədik. Bu evdə 3 dənə ailə yaşayır. 3 ailənin deməli, bütün qızının, gəlininin, özü 30 ildə işləyir. Qazandıqları hamısı da göz qabağındadır. Yəni, heç bir şey əldə eləyə bilmədiblər. Bu yaxında narlarını satmışlar, 10.000 manatlıq. Həyətyanı sahəsinin məhsulu idi, o da yanıb. 3000-dən yuxarı gəlinin, özünün qızılı. Bunlar da hamısı yanıb, məhv olub, heç nə tapılmadı. Üstə gələk 30 ildir bunlar əlləşirlər, vuruşurlar. Hamısı da göz qabağında da qardaşım. Evdə qaz yox, işıq yox. Qonşudan gələn çay bunlar qızdırıb içməyə imkanlar yoxdur. Dünən səhər 11-lə 10-ası təqribən və uşaq nəvəm gücürdü ki, aynen, ay mama, babam yanır. Yügürüşdü, bir dənə bu evdən, bir dənə ailəmi çıxarda bildi. Gəldi, kişini çıxarda bildi. Qalan hər şey qonum ağrəbə gəlincə, qonum qonşu gəlincə, yanığı söndürən gəlincə evim külə döndü. Heç nə çıxmadı. Evdə bir qızımın cehizi yandı, bir gəlinimin cehizi yandı. 10.000 manatlarımın məhsulunu satmışdım, o yandı. Gəlinimin 3.000 manatı qızılı yandı. Mənim özümün də 33 ildir yığdığım dəyərində olan cehizim yandı. Məsələ ilə bağlı Sığırlı kənd icra nümayəndəliyinin münasibətini öyrənməyə çalışdıq. Sığırlı kənd icra nümayəndəsi Mehman Əmrov şifahi olaraq Dinas TV-yə bildirdi ki, tərəfimizdən hadisə baş vermiş əraziyə baxış keçirilib. Hazırda ailənin mövcud vəziyyəti qiymətləndirilir və yaxın vaxtlarda icra nümayəndəliyi tərəfindən ailəyə tərəfimizdən kömək olunması nəzərdə tutulur. İcra nümayəndəsi onu da əlavə edib ki, yanğın hadisəsi ilə bağlı Kürdəmir rayon icra hakimiyyət tərəfindən rəsmi olaraq Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanıb. Hazırda faktla bağlı araşdırma aparılır. Nizam Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.